Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən artırmalar və tikinti işlərinin qarşısı hələ də alınmır. Bölgə TV xəbər verir ki, icranın xeyir duası ilə qanunsuz tikintilərdən biri də Xırdalanda yaşanır və burada qanunvericiliyin tələbləri kobud şəkildə pozulub deyə iddia olunub. Bildirilir ki, Abşeron rayon icra hakimiyyətinin bəzi biznesmen vəzifəliləri tərəfindən neçə qanunsuz artırmalarla yanaşı günü-gündən çoxalan tikintilərə də vergülün mexanizmi ilə bilərəkdən göz yumulur. Vəziyyət belə olan halada sahibkar və ya əmlak sahibləri zirzəmilərində torpaq qatının çıxarılması, mişar daşlarından olan hörgünün dağıdılaraq sökülməsi, eləcə də qanunvericiliyə uyğun olmayan tikinti quraşdırma işlərinin aparılmasına görə birbaşa cavabdeh vəzifəlidən icazə ala bilirlər. Qeyri-qanuni fəaliyyətlərin baş alıb getdiyi rayonda həyata keçirilən tikinti işlərinə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi də nədənsə müdaxilə edə bilmir və Abşeron rayon icra hakimiyyətinin bir çox qanunsuz tikintilərin icazə əsərinə heç nə olmamış kimi baxmaqdadırlar. Daxil olan məlumatda bildirilir ki, icra ilə danışılmış bir sıra tikintilərdə qara, para işlərini həyata keçirən ideal MTK-da qanunsuzluqlar bitmək bilmir. İddia olunan ərazidə, yəni Xırdalanada aparılan tikintilərinin əksəriyyətində ciddi qanun pozuntularla aşkarlanıb. Sözü gedən MTK-nın tikintisini aparan şirkət istəyinə uyğun tikintinin layihəsini Şəhərsalma və FHM-dən icazəsi olmadan bildiyi kimi bəzi müdaxilələr edərək qanunsuz tikinti işini davam etdirir və yenə də göz yumulur. Mənbə onu da əlavə edib ki, bunlar azmış kimi tikinti aparan şirkətin özbaşınalıqları bununla bitmir. Üzərinə öhdəliklər götürən şirkət fəhlələrinin təhlükəsizliyi ilə yanaşı, tikinti aparılan binanın ətrafından keçən sakinlərin təhlükəsizliyini də sual altında qoyur. Yəni, şirkət fəhlələri dəbilqəsiz işlədir, heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Lakin Fövqəladə Hallar Nazirliyinin rayonda olan cavabdeh vəzifəliləri də bu qanunsuzluğa göz yumur. FHM-nin həmin vəzifəlisi qanunsuzluğa belə şərik olması birbaşa vəzifədən sui-istifadə halını ortaya qoyur. Bu baxımdan da ideal MTK tikinti şirkətinin rəhbəri Abşeron rayonunun Xırdalan şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə tikintisi yekunlaşmaqda olan binanın dam örtüyünə bilərəkdən müdaxilə edərək mansard tipli tikili tikintisi aparması qanuna görə qeyri-qanuni sayılır. Cavabdeh qurumlar isə mütləq bu özbaşınalığın qarşısını almalıdırlar. Bu mövzu ilə araşdırmamız davam edir. Qarşı tərəfin münasibət bildirmək haqqını tanıyırıq.